Və belə əziz izləyicilər, Zəhra Zahidova kanalında sizi təkrardan xoş gördük. 21 günün Şəbşəm. ikinci gününə təkrardan sizlərin qarşısındayıq. Təşəkkür edirəm, dış səsim, dış səsim. Buyurun Zəhra Zahidova, bu gün bizlə nələri bölüşəcəksiniz? Nələr bölüşəcəm, nələr. Hər kəsə ikinci gündən salamlar. Kanalıma xoş gəlmisiniz. Bugün özümüzü dəyişmək, özünü dəyiş proqramının ikinci bölümündəyik. Birinci bölümün tapşırıqlarını yerinə yetirmisinizmi? Onları yazın zəhmət olmasa, daha sonra ikinciyə keçək. Bugünün nə kimi sualları var səhifədə? Əm, Necə bir təəssürat yaradıb səncə birinci günün tapşırıqları? Əminəm ki, çox yaxşıdır, çünki mənə çox yaxşı təsir etdi. Yəqin ki, izləyicilərimizin də hər birinə yaxşı təsir eləyib. Bu gün də sizdən bir tapşırıqlarımızı alaq. Bəli. Səncə hansı mövzuya toxunuruq bugün? Dünən özümüzü sevməklə bağlı idisə, Bugün də elə özümüzü sevməkdir. Çünki biz bir anda özümüzü sev deyib də özümüzü sevən biri deyilik həyatımızda. bəstəyə görə həmişə neqativləri daha rahat düşünürük, amma pozitivləri çətinlik çəkirik. Çünki özümüz ona layiq bilirik. İçdən-içə buna layiq bilirik ki, mən bu tip insanla rastlaşmışamsa, deməli mən buna layiqəm. Bugün sizlə çox gözəl bir texnika paylaşıram. Çox absurd gələcək, bəlkə də çox güləcəksiniz. Gözünüzün içinə baxmağı. Nə qədər insan gözünün içinə baxır, xoşbəxtliyi dadır səncə? Başqalarını bilmirəm, amma mən birazca elə bil ki, öz gözlərimə güzgüdə baxanda sanki o gözlərim gülür və xoşuma gəlir bu. Çox vaxt amma gözünün içinə baxıb da sənlə keşməkeşli yollardan keçdin deyən insanlar var. Gözünün içinə baxa bilməyən insanlar var. Gözünün içinə baxanda uşaqlığını xatırlayan insanlar var. O travmaları xatırlayan insanlar var. Sizcə bu özü də gözəl bir hiss deyilmi? Uşaqlığı ilə bağlı yaxşı şeyləri düşünmür. Bəs Travmaları xatırlayır. biz deyirik ki, özümüzü sevək. Nəyə görə ancaq yaxşı tərəflərimizi sevməyi təklif edirsiniz də, pis tərəflərimizi, yox, belə deməyəcəyəm, sual bir dəqiqə. Biz yaxşı tərəflərimizi təkcə düşünərək deyil də, özümüzün həm yaxşı, həm pis tərəflərini dərk etdiyimiz an özümüz oluruq, bütün oluruq. Yəni biz səhv edə bilmərik duyğusu ilə böyüdülürük. Sən səhv etdin, onun cəzasını çəkməlisən. Bu duyğu ilə böyüdüyümüz üçün bu gün etdiyimiz səhvlərin heç birini doğru şəkildə qəbul etmirik və səhv etməməliyik düşüncəsində olduğumuz üçün bəzən də keçmişdəki xatirələrimizi gözümüzün önündə canlandıranda belə deyək də, mən niyə uşaqlığımda o travmanı yaşadım deyirik və yaxud da mən niyə o duyğunu yaşadım deyirik. Biz düşüncələrimizi o vaxt qəbul edərik ki, keçmiş yaşanmışlıqlarımızı belə qəbul etdiyimiz an bizim özümüzü 50% qəbul etdiyimiz andır. Çünki biz keçmiş travmalarımızı silmək istəyirik, ancaq beynimizdə yaxşıları saxlamaq istəyirik. Bu da belə bir şey yoxdur. Yəni belə bir texnika yoxdur. Hətta neyroformatda belə biz o acı ilə üzləşməyi öyrənirik. O acını qəbul etməyi öyrənirik. O acını qəbul etdiyimiz an avtomatik olaraq özümüzü qəbul etdiyimiz andır. Çünki bu bizim həyat hekayəmizdir. Hər zaman düz yolda irəliləyə bilmərik. Hər zaman yaxşı insanlar bizim qarşımıza çıxa bilməz. Hər zaman. Çox sağ ol, fədakarlıq etdiyinə görə ehtiyac yoxdur artıq. Çox sağ ol, çəkmək lazım deyil. Və hər zaman düz yolda gedə bilmərik. Hər zaman yaxşı insanlarla rastlaşa bilmərik. Bəs yaxşı, hər zaman bunlarla qarşılaşsaq alacağımız dərsləri nə vaxt almalıyıq? Bizim başımıza gələn ən yaxşı şeylərdə belə bir dərs var, ən pis şeylərdə belə dərs var. Və qarşımıza çıxan narsist insan, qarşımıza çıxan bizi sevməyən insan, bizi aşağı çəkən insan, bizi günahlandıran insan bizə nəyi öyrədir həyatımızda? Özümüzü sevməyi. Və bu gün nə olacaq?
Gözümüzün içinə baxaraq səni sevirəm demək. Adınızı çəkirsiniz. Zəhra, səni sevirəm. Səni sevmək istəyirəm. Səni sevməyi öyrənmək istəyirəm. Bu şəkildə görürsüz ki, artıq çox absurd gəlir sizə, gülməli gəlir, dəliymiş kimi hiss edirsiniz özünüzü. Burdan başlayın yavaş-yavaş. Mən səni sevmək istəyirəm Zəhra. Səni qəbul edirəm, səni anlayıram, yaşanmışlıqlarım var. Sənin gözünün içinə baxıram. Baxın görün o gözünüzün içində nəyi görəcəksiniz. Çox incə detallardır və indiyə qədər fərqində olmadığımız detallardır. Və buna görə də özümüzü tam şəkildə özümüzdən xəbərdar deyilik. Gözümüzdə nə var? Qəmginlikmi var? Xoşbəxtlikmi var? Uşaqlıqla bağlı travma mı var? Onu siz öz gözünüzün içinə baxanda biləcəksiniz. Səni sevməyi öyrənmək istəyirəm. Bu birinci tapşırığımızdır. Hər səhər oyandıq, dünənki tapşırıqları da edirik. Yenə həmçinin birinci günün tapşırıqlarını da edirik. Üstünə bu tapşırıqları da gətiririk. Və bir duyğu dəftəri tutun. Duyğularınızı ora yazın. Gün ərzində daha çox hansı duyğunu yaşayırsınız? Onda biləcəksiniz ki, gün ərzində daha çox aqressivmi olursunuz, daha çox əsəbimi olursunuz və yaxud da sevgi dolumu olursunuz. Hər bir insanın həyatında onu xoşbəxt edəcək və ya etməyəcək şeylər də var. Baxın görün hansı sözlər sizi qıcıqlandırır, hansı sözlər sizə aqressiya yaradır, əsəbilik yaradır, nəyisə qırıb dağıtmaq, tökmək istəyirsiniz, həyatdan bezmişəm səviyyəsinə gəlirsiniz. Və bu gün ərzində yorğunçuluq duyğusunu hardan yaşayırsınız? Hansı işləri görəndə daha çox yorğun olursunuz və duyğularınızı yazdığınız anda biləcəksiniz ki, o gün hansı duyğunu yaşamısınız və bu duyğu nəyə dayanır? Üçüncü tapşırığın günün daha doğrusu tapşırığı bu olacaq. O duyğularınız hansı duyğuya dayanır? Bu gün o aqressiv məsələn kimsə sizə yoldan keçən bir insanla dalaşdınız, o duyğu sizə keçmişdə yaşadığınız bir duyğunu xatırladır əslində. O keçmişdəki duyğunu həll etməyinizi xatırladır və ona görə belə bir insanlar vasitəçi olaraq gəlir həyatımıza. Bu gün müdirlə dalaşdınız məsələn, müdirlə sözünüz çəp gəldi. Baxın görün o söz, onun dediyi söz, onun etdiyi tavır sizə nəyi hiss etdirir, hansı duyğunu hiss etdirir və qarşılaşdırma eləyin. Bu duyğunu ilk öncə yaşamışammı mən nə vaxtsa? Əksər hallarda cavabını tapacaqsınız. Mamamız da sizi elə günahlandırıb, aşağılaya bilər məsələn və yaxud da o da sizə inanmaya bilər. Və yaxud valideyn də sizdən çiyinlərinizə sizin çatmayacağınız bir yükü qoya bilər, potensialınızın çatmayacağı yükü qoyub sizdən onu tələb edə bilər. Bu da müdirin sizə yaşatdığı o tələb duyğusudur. Nəyisə sizdən tələb edir, onu etmirsiniz və avtomatik qıcıqlanırsınız, əsəbləşirsiniz, o işdən çıxmaq istəyirsiniz. O an o duyğunu, keçmişdəki duyğu ilə indiki duyğunu başlayırsınız qarşılaşdırmağa. Həyatımızda baş verən hər bir şey döngüdür. Yaşadığımız hər bir hadisə. Xəyanətmi yaşayırsan? Bunu da yaşamısan uşaqlıqda. Bunu da, məsələn, bağçadan evə gəlmisən, görmüsən ki, hansısa sevdiyin oyuncağı maman başqasına verib. Bu belə bir xəyanətdir. Bu gün o xəyanəti başqa bir hadisə ilə yaşayırsan, amma duyğu eyni duyğudur. Və yaxud da ən sevdiyin bir geyimdir, onu qıymırsan geyməyə, amma maman onu bacıva verib geyinməyə. Və yaxud bacın götürüb geyinib. Bu belə xəyanətdir əslində. Əşyavıza xəyanətdir, özünüzə xəyanətdir, sizdən soruşmadan olunan bir şeydir. Xəyanətin duyğusunun kökü nədir? Sənin dəyişdirilmən, sənin kiməsə dəyişdirilmən. Deməli bu nədir? Sənin əşyan da kiməsə dəyişdi. Sənin olan bir şey başqasına verildi. O sevgi duyğusu da elədir. Yoldaşın, sevgilin, başqasına sənin olduğunu zənn etdiyin şey artıq başqasına məxsusdur. Bu duyğunun kökü də çox absurd bir şey kimi görünür, amma baxın, düşünün görün keçmişdəki duyğularla hansı duyğu ilə üst-üstə düşür. Və o duyğunu həll etdiyimiz an burada xəyanət duyğusu başlayacaq həll olmağa. Xəyanət olmayacaq. Bunu iddia edirəm. Siz dediniz ki, oyuncağını kiməsə vermək. Uşaq vaxtı ən sevdiyim oyuncağımı özümə bir başqasına hədiyyə etdirmişdilər və mən də onu həmişə çox sevirdim. Ümumiyyətlə itləri çox sevdiyimə görə, o da it olduğuna görə ayrı bir simpatiyam var idi sanki oyuncağa. Hələ də yəni o qədər təsir eləmişəm, indi də unutmuram. Bu duyğuda sənə artıq avtomatik olaraq biraz qısıtlama verir. Mənim olan mənimdir. Artıq ondan sonra geyimimi kimləsə bölüşmək istəmirsən. Artıq başqası sənin geyimini geyinəndə o geyimi geyinmək istəmirsən. Artıq bu biraz sənin simicliyin anlamına da gəlir. Daha sonrasında biraz cimri olursan. Münasibətlərində xəyanət yaşayırsan, dostluqlarında xəyanət yaşayırsan, dəyişdirilmə duyğusunu yaşayırsan. O duyğunu orada həll etmək lazımdır. Və bu gün o duyğuların hər birini yazın. Gün ərzində hansı duyğunu yaşayırsınız? 21 gün ərzində yazın və hər günün özünün nəticəsi olsun. Bugün bu duyğuları yaşadım. Nəticə nədir? Hansı duyğunu yaşadım?
Tamam, o duyğunu mən əvvəl nə vaxt yaşamışam? Bunu qarşılaşdırın. 3-cü tapşırıqdan sonra artıq aydın olacaq ki, sizə əslində yaşadığınız hər bir şey döngüdən ibarətdir. Bəs əsas kökdə olanı tapandan sonra necə idi? Onu artıq şəfalandıracağıq biz. Necə şəfalandıracağıq? Şəfalandırma prosesi artıq həmin o duyğu ilə üzləşməkdən olacaq. Uşaqlığınla üzləşəcəksən. Axı çox insan öz uşaqlığı ilə, öz qorxuları ilə üzləşməkdən qaçır. Bir dəfə, iki dəfə təslim olur. Qaçan şuuraltı deyil, şuurdur. Şuur səni qaçırdır çünki həll etmək istəmir. O biraz deyirik, yaş tapşırıq da eləyərik, sonra axot yoxdur. Əhvalım yoxdur, özümü yaxşı hiss eləmirəm, sonra eləyərəm, sabah eləyərəm, ertələyirik. Bunların hamısı şuurdur, şuurun oyunlarıdır. Çünki şuuraltı dəyişmək istəyir, haykırır, çırpınır, dəyiş məni deyir. Mən bu deyiləm, məni gör, mənim potensialımı kəşf elə, mən şəfalanmaq istəyirəm deyir. Amma şuur deyir ki, yaşa, 30 ildir belə yaşamısan, 30 ildən sonra nəyi dəyişəsən? Ona görə də başlayırıq biz ertələməyə. Amma hər bu duyğuya qapılanda durun bir iş görün. Ertələmə duyğum var, məsələn. Əhvalın yoxdur, axotun yoxdur, durub paltarları yığışdırasan, nə isə eləyəsən. 1, 2, 3 say və onu dur et. Yəni o an ertələmə duyğusunu artıq yavaş-yavaş özündə həll etməyə başlayacaqsan. Əgər yox desən ki, birazdan eləyərəm, sabah eləyərəm, birisi gün eləyərəm, biraz yatım eləyərəm, biraz buna baxım eləyərəm və görəcəksiniz ki, elə də qalacaq. Amma nə olursa olsun, özünüzü ona itələməlisiniz, belə deyək. 1, 2, 3 saydınız və durub ən az bir dənə kitabın yerini dəyişin. Belə artıq 21 gündən sonra görəcəksiniz ki, beyniniz kodlanıb və sizin ertələmə duyğunuz yavaş-yavaş bərpa olub. Sizin bu dediyiniz 1, 2, 3 texnikasını mən 5-ə kimi sayıb edirdim. Nədəsə çətinlik çəkəndə, daha çox səhər oyananda yəqin ki, bunu çox adam yaşayır. Tezdən durub işə getməyi, ay nə geyinəcəm, nə yeyəcəm, necə gedəcəm kimi düşüncələr insanı sanki elə bir ki, yatağa bir zəncirlə tutub bağlayır ki, durub getmə. O an sanki bir məntiqi, yəni o şuurumuzu kənara qoyub irəli Səhər-səhər getmək əgər lazımdır. duranda sən günündə baş verən o qlobal problemləri düşünəcəksənsə, həqiqətən də oyana bilməyəcəksən. Vay, işə gedəcəm, işdə işim çoxdur, probka, işlə yəni çatdıra bilməyəcəm. Bu şeylər böyütdükcə gözümüzdə. Məsələn, çox vaxt görürsən, bazar günü biz evdə olanda 7-də 8-də oyanırıq, amma gündəlik oyana bilmirik işə gedəndə. Şuuraltı deyir ki, sənin bu gün görəcək işin yoxdur, yat, rahatsan. O rahatlıq duyğusunu, siqnalını ötürəndə, o komandanı verəndə şuuraltı, biz səhər-səhər bazar günləri 7-də 8-də oyanırıq və buna əsəbləşir ki, niyə yatmıram? Başqa vaxt oyana bilmirəm. Amma nə vaxt ki deyirəm, vay işlərim çoxdur, necə çatdıracağam? Artıq bədən oyanmaq istəmir, bədən ona hazır deyil, bədən o stressə hazır deyil, o karmaşanın içərisində olmağa hazır deyil, o həyatın o qaça-qaçına hazır deyil deyə səni daha çox deyir, yat və buna görə də işə gecikirik çox vaxt. Bəs bunun əksi olarsa, Necə? işləməkdən qaçmaq deyil də, yəni işləməyi daha çox sevmək. Özümüzdən qaçırıq. Özümüzü dinləmək istəmirik. Durmuruq. Mənim tapşırığım bu olur pasientlərimə. Dur. Hara tələsirsən? Hara qaçırsan? 24 saatını niyə bu qədər tez doldurursan? Bir gün əvvəldən proqram yazacaqsınız. Tapşırığımın içərisində biri də odur. Duyğularımızı yazdıq. Səhər özümüzə komandanı verdik. Və növbəti tapşırığım olacaq ki, bir gün öncədən həmin gününüzü yazın. Saatlarla yazın. Filan saatdan filan saata nə edəcəm, filan saatdan filan saata nə edəcəm. Və gündəlik ən az yarım saat piyada gəzməklik yolunuz olsun. Bədəninizin ayılması üçün, bədəninizin yatmaması üçün, siqnalın çatması üçün. Və ən az yarım saat. Evdar qadınsınızmı, heç olmaz. Çölə çıxın, həyətə çıxın, marketə gedin. Marketdəki məsələn məsafə azdırsa, digər başqa bir marketə gedin. Amma yürüyün, gəzin. Niyə məsələn idmanın içərisində daha çox biz qaçmağı salırıq, gəzməyi, tez-tez gəzməyi salırıq. Çünki bədən onda ayılır. Biz ruhumuza siqnalı çatdırmağımız üçün bədənimizi oyatmalıyıq. Bədənimizi oyatmadan ruhumuza dediyimiz hər bir söz boşa gəlir ki, boşa da gedir. Bəlkə də bu tip video o qədər izləmisiniz ki, indiyə qədər. Amma heç nə etməmisiniz, nəticə 0. Çünki buna hazır hiss etməmisiniz və bu gün özünüzü artıq hazır hiss edirsiniz, əgər buna baxırsınızsa. Özümüzü hazır hiss etməyimiz üçün nəsə baş verməlidir? Həyatımızda biraz o sudan çıxmaq durumu olmalıdır.
sudan çıxmaq üçün bir dal belə axtarırıq, bir yarpaq belə axtarırıq və biz o an bəlkə də olur. O artıq ruhumuzun qusmasıdır. Artıq tapşırıqlarını deyir, bədənsəl olaraq göstərir, fiziki olaraq xəstəlik olaraq göstərir. Görür, yox, insan övladı bunu başa düşmür. Başlayır avtomatik olaraq sənin o qədər böyük altından çıxa bilməyəcəyin yük sənə verir ki, ondan sonra artıq deyirsən ki, hə, vəsə, mən özümü hazır hiss edirəm. Buna ehtiyac yoxdur. Bunun bu səviyyəyə qədər gəlməsinə ehtiyac yoxdur. Kiçik addımlar edin. 1 saat gəzə bilmirsiniz, 10 dəqiqə gəzin. 5 dəqiqə özünüzə vaxt ayıra bilmirsiniz, 1 dəqiqə özünüzə vaxt ayırın. Amma ən az gündə təsəvvür edin ki, 1 dəqiqə özünüzə vaxt ayırmağınız sizin 365 dəqiqə vaxt ayırmağınız deməkdir. Və bu görün nəyə gəlib çıxır? Başqasına 10 saat vaxt ayırırıq. Niyə özümüzə ayırmırıq? Sonra deyirik ki, mən dəyərliyəm. Burada hansı dəyərdən söhbət gedə bilər? Mən əgər özümdən çox başqasını üstün tuturamsa, buna kimsə gəlib mənə dəyərli hiss etdirə bilər? Xeyr. Məni kimsə sevə bilər? Xeyr. Sevdikləri belə çox gülünc halda gələ bilər bizə. Yəni mənim nəyimi sevir? Mənə deyir ki, necə gözəl görünürsən. Haram köhnə paltarlarımı geyinmişəm. Haramı gözəl bilir? Haramı gözəl görür? Avtomatik olaraq özümüzü yargılayırıq. İkinci dəfə həmin insan kompliment belə demir bizə. Bunu birinci növbədə o həyata özümüzü layiq hiss etməliyik. Mən özümü necə bir həyata layiq hiss edirəm? Növbəti tapşırıq da budur. Günün neçənci tapşırıqdır artıq bilməm neçənci, 4-cüdür, 5-cidir. Yazacaqsınız. Özümü hansı həyata layiq bilirəm? Və ən əsası, ən sonuncu tapşırıq. Bu həyatda yaşayacağım qorxularım nələrdir? Hansı həyatı yaşamaqdan qorxuram? Necə bir insan olmaqdan qorxuram? Necə bir hadisə yaşamaqdan qorxuram? Başıma nəyin gəlməsindən qorxuram? Avtomatik görəcəksiniz ki, onun siqnalı sizə həyatınızda göstərir özünü. Avariya düşməkdənmi qorxursunuz məsələn? 2 dənə maşının yanınızda toqquşduğunu görəcəksiniz. Bəlkə də görmürsünüz. Hər qorxunun sonunda ölüm durmurmu? Əksəriyyətində hə. Əksəriyyətində ölüm qorxusu durur. Çox belə o qədər cılız bir ifadədir ki bu. Ölümdən qorxuram. Niyə? Çünki ölümdən qorxduğum şey nədir? Ölümdən qorxuram ona görə ki, həyatımı doya-doya yaşaya bilmirəm. Amma həyatımı doya-doya yaşamaq üçün də bir addım atmıram. Bəs ölümdən qorxmayan insanlar necə? Ölümdən qorxmayan insanlar həyatını sonsuz şəkildə yaşaya biləcəyini düşünüb, heç bir şəkildə məsuliyyət ala bilməyən insanlardır. Məsuliyyətini hiss etməyən insanlardır. Necə gəlib elə də yaşayan insanlardır. Həyat ona nə verirsə onu yaşayan insanlardır. Bugün 5 manat pulu var, tamam sabah olmasa da olar deyən insanlardır. Gələcək qayğısı olmayan insanlardır. Bəs orta yolu necə tapa bilərik? Orta yol tapmamız üçün öz iç səsimizi dinləməliyik. Özümüzə verməliyik o sualları. Biz özümüzə sual vermirik. O sualları başqasında axtarırıq, tapmaq istəyirik. Bir xahiş etsəm, həm mənim üçün, həm də izləyicilər üçün özümüzə hansı doğru sualları verə bilərik? Mən bu həyatdan gözləntim nədir? Mən necə bir həyat yaşamaq istəyirəm? Hansı həyata özümü layiq bilmək istəyirəm? Mən özümü tapmışammı? Ən sevdiyim aktivitə nədir? Mən özümü nə üçün sevirəm və ya nə üçün sevmirəm? Sevilməyə layiq olsaydım, həyatım necə dəyişərdi? Həyatımda necə bir insan olsaydı, özümü şanslı, dəyərli hiss edərdim? Hansı duyğularım var? Hansı duyğuları yaşasam özümü mutlu hiss edərəm, xoşbəxt hiss edərəm? Hansı qorxularım var? Nələri yaşamaqdan qorxuram? Bugün həyatımı dəyişmək gücünə sahib olsaydım, ilk nələri dəyişərdim? Elə bu suallar ən bazı suallardır. Təşəkkür edirəm Zəhra xanım. Bugün biraz duyğusallığa meylliyəm, biraz duyğusalam, bəlkə də günün enerjisindən asılıdır. Həyatımızda sadəcə gözümüzü yumsaq və sadəcə özümüzü hiss etsək, heç kim yoxdur. Ana, ata, bacı, qardaş, yoldaş, sevgili, heç kim yoxdur. Necə bir həyatımın olmasını istəyərdim? Necə bir bütün mən olardım? Necə xarakterdə, necə yaşayış tərzində, necə geyimdə, necə bədən quruluşunda, necə düşüncədə, necə görünüş, simaca görünüşdə olsaydım özümü tam hiss edərdim. Tam Zəhra, sən busan, mən səni olduğun kimi qəbul edirəm deyərdim. Bu suallara cavab tapmaq biraz zaman alacaq, amma bu suala cavabları mütləq yazın. Yəni burada eşitdikcə də düşündürür. Yenə dediyim kimi bir təsəvvür yaranır beynində. Amma bir şey diqqətimi çəkdi. Sona artıq yaxınlaşırıq, amma bu sualı verməliyəm.
Siz dediniz ki, Zəhra xanım, məsuliyyətli olmayıb, həyatını öz axarına buraxıb və sonsuz bir ömür yaşayan insanlarda ölüm qorxusu olmur. Ölməkdən qorxduğu üçün ölməkdən qorxmur insan. O necə olur? Ölməyi düşünə bilmədiyi üçün. O təsəvvür biz nələrdən qorxuruq? Sonrasının olmamasından. Nəyinsə sonrasını bilmiriksə, pərdə arxasını bilmiriksə, ondan qorxuruq. Amma yox, bilsəm ki, pərdənin arxasında məni nəyi gözləyir, onda qorxmaram. Mən ölümdən qorxduğum üçün qorxmamağı seçirəm əslində. Özümü yayındırıram fikrimi belə deyim. Bəs özünü sevməyi bacaran, özünə dəyər verməyi bacaran biri, Hı -hı. ə, bunu aşa bilirmi? Təbii ki, hər bir insan bu həyatda hər bir gücə sahibdir. Həyatında istədiyi hər bir şeyi etməyə sahibdir. Onda belə başa düşə bilərik ki, ə, ölüm belə bizə verilən bir, necə deyim, xoş bir şeydir. Mükafatdır. Mükafat, bəli. Bəli. Hər bir insan rahatlıqla ölüm yaşaya bilirmi? Xeyr, təbii ki. Ölüm belə özü mükafatdır. Mənə görə belə bir şey, yəni bu fikir var. Bunu nəyə görə dedim? Yəni özümdə bunu müşahidə etmişəm. Yəni məsuliyyətliyəm, hətta deyərdim ki, aşırı məsuliyyətliyəm. Ətrafdan ən çox eşitdiyim söz budur. Ə, amma ölümdən də qorxmuram. Düzdür, qorxular olur, amma ölümlə bağlı deyil. Kiçik hər hansısa bir şeylə an olaraq yaranır. Amma Hı. belə dərindən düşünəndə ki, əksinə mən düşünürəm ki, ruhum ölümsüzdür. Ruh ölümsüzdür. Ruh sadəcə cismi dəyişə bilir. Cisim ölür. Ruh ölmür. Sən olduğun kimi hər zaman var olacaqsan zaten. Bunu bildiyin üçün çox şanslısan. Bəli, elə bunu anladığıma görə də heç vaxt, yəni əksinə, zarafat yanı da deyirəm və bundan bir deyəndə belə içimdə qorxu yaranmır ki, nə olacaq ki, yəni maksimum ölə bilərəm. Yəni nəsə olanda da qorxutmaq üçün məqsədi ilə deyirlər ki, yox etmə belə. Ən son, çünki addım deyək də, ən son raddə deyirlər, türkcə gəldi ağlıma, Azərbaycanda deyə bilmədim. Raddəsində artıq ölümdür. Ona görə ən sona kimi Elə buna belə görə qorxu də olmur bu gün içdə. cəmiyyət hamı ölümdən qorxur. Dəymə, getmə ölərsən, düşmə ölərsən, filan şey eləmə ölərsən. Ona görə artıq ölüm bizdə var bir görünüş verir ki, ayda ölsək nə olacaq? Öldüm, vəssalam, bitdi həyatım. Yox, həyat ondan sonra başlayır. Ruhsal həyat ondan sonra başlayır. O qədər gözəl bir astral səyahət etdiyimiz zaman biz bunu görürük və astral səyahətdə belə görürsən ki, o qədər ruhun dincəlir ki, bəlkə də bizim balayımız elə ölümdən sonrakı andır. Cismimizin öldüyündən sonrakı andır. Deyərdim çox dərin mövzudur və hətta çox sevdiyimdir. Yaradılış, var olur insan. Bəlkə də bunu araşdırdığıma görə də öz dəyərimin, öz insan olaraq bir fərqində olmaq var. Onu tapmaq da özü bir addımlar lazımdır, bir Bəli. yol Amma lazımdır. bir şey də fikrimi çəkdi ki, Hı dedin ki, -hı. mən çox məsuliyyətliyəm və insanlar da bunu mənə elə deyir. Niyə ağıllı qız olmaqdan, məsuliyyətli biri olmaqdan qürur duyursan? Niyə kimsə deyəndə aşırı məsuliyyətlisən, özündə qürur verici birisən? Məsuliyyətsiz olsan necə bir insan olarsan? Belə bir şey deyim, bunu düşünmüşəm. Amma bu şey də var ki, o şey məni rahatsız etmir. Yəni dediyiniz qədər qürur da vermir. Hərdən deyirəm ki, olmaq istəmirəm məsuliyyətli. Yəni məsuliyyətli deyiləm də, normaldır. Mənim normalım budur. Və artıq bilmirəm, bəlkə də elə deyil, amma mən dərk etdiyim formada belədir ki, mənim xarakterim budur. Mənim varoluşum, yəni bundan ibarətdir. Fədakaramsa bu mənə aiddir və mən bundan rahatsızlıq duymuram. Sanki bu həyatda bir missiyamdır və o missiyanı da o üzrə gedirəm və O bunu missiyanı sevirəm. başqası sənə bəlkə də qoyub. Başqası qoysa məncə rahatsız hiss edərəm özümü. Tamam, əgər rahat hiss edirsənsə, bu okeydir. Amma aşırı dərəcədə ağıllı qız olmaq, məsuliyyətli olmaq, onun tamamilə əksini düşünün. Bu gün səhər-səhər oyanıb qaynanaya-qaynataya yemək bişirməsəz nə olar? Pis gəlin olacaqsınız. Olun. Bir gün də bunu yaşayın. Hər zaman məsuliyyətləmi yaşayacaqsınız? Xeyr. Bəzən özünüzü boş salmalısınız, boş yaşamalısınız. Bəzən hər zaman etdiyiniz bir şeydən kənara keçəndə həmin insanların üzünü biləcəksiniz ki, onlar sənə necə baxırlar, necə dəyərləndirirlər. 10 ildir yemək bişirirsən, 10-cu ilin bir günündə yemək bişirmədinsə, pis gəlin olacaqsınsa, deməli sən hər zaman elə idin zaten.
və yaxud da bu sevgililərə də daxildir, münasibətlər, anaya, ataya da daxildir bu. Onların dediyi bir sözdən kənara çıxdın, pis övlad mı oldun? Zaten elə olacaqmışsan. Yəni insanlar səni gördüyü qədərilə anlayır, gördüyü qədərilə sənə dəyər verir, bunu unutma. Yəni bir insan səndə səhv görmək istəyirsə, səhv gözlərlə baxacaq sənə, səhv pəncərədən baxacaq və səni səhv görmək istədiyi üçün səhv də adlandıracaq. Sən özünü o qədər çırpın, o qədər denən ki, yox mən elə biri deyiləm, mən onu demək istəmədim, mən bu xasiyyətdə deyiləm. Bir insan səni necə görmək istəyirsə, elə də görəcək. Səndə nəyisə görmək bəhanəmi axtarır, tapacaq. Səndə nəyisə görüb təqdir etməkmi istəyir, təqdir edəcək. Bir insanın sənə qarşı olan fikirləri sənin xarakterin demək deyil. Məni kimsə lovğa olaraq görür, kimsə cana yaxın olaraq görür. O lovğa deyəndə mən lovğa olmuram. Mənə cana yaxın deyəndə mən cana yaxın olmuram. Mən mənəm. Mən beləyəm. Və sən necə görmək istəyirsənsə, məni o cür də görürsən. Buna artıq mənim edəcək bir şey yoxdur. Mənim əlimdən bir şey gəlmir. Sadəcə özünüz olmağa çalışın. Bu gün onların yanında fədakar olub o ortamda xoşbəxtlik hiss etməkdənsə, fədakar olmayıb başqa bir yerdə çiçək açmağı özünüzə rəva bilin. Bu gün o ortama ayaq uyduracaqsınız deyə onların rəngində çiçək açmaqdansa, qoyun öz rənginiz olsun, sizin ətrafınızda yığışan insanlar zaten olacaq. Zaten indiyə qədər bu fədakarlığı edib yenə də yalnız qalan, yenə də anlaşılmayan, yenə də tək qalan siz deyilsizmi? Çox gözəl izah etdi Zəhra xanım. Təkrardan artıq təşəkkür etmək zamanına gəlib çatdıq. Bəli. Yenə çox təəssüf ki, sonlanır. Sona gəldik. Olsun, 3-cü günümüz var. Günlərimiz bitmir. Bəli. Mən istəyərdim ki, 21 gün marafonu bitdikdən sonra da biz görüşək. Təbii ki, kanalımı sizə faydalı olmaq üçün burada heç bir şey etmək istəmirəm. Bayaq sən dedin, həyatımdakı missiya bəlkə budur. Mənim həyatımdakı missiyam danışmaqdır. Nəyisə aktarmaqdır, nəyisə başa salmaqdır, nəyisə fərqindəlik yaratmaqdır. Və o qədər gözəl, möhtəşəm bir ortam var ki indi. Bəlkə də mən sizlə saatlarla danışsam yorulmaram, amma sizin gözünüzü yoraram. Ona görə qısa-qısa olacaq, amma öz videolar olacaq deyirəm. İnanıram ki, bəyənərsiniz, inanıram ki, baxdıqca nələrsə öyrənərsiniz. Bu mənim üçün çox xoş hiss etdirər. Və şərhləriniz bizim üçün dəyərlidir, bəyəniləriniz bizim üçün dəyərlidir. Daha çox insana yetməkdir mənim arzum, istəyim. Daha çox insana yetim, daha çox insana çatım, daha çox insanın həyatında fərqindəlik yaradım və burada tək mən yox, eyni zamanda biz olmalıyıq. Biz bir ailəyik əslində. Çox kiçik bir ailəmiz olsa da getdikcə bu böyüyəcək, buna inanıram. Və ailəmizin böyüməsində və mənim insanlara çatmağımda köməkçi biraz da siz olacaqsınız. Və sonunda bir söz deyim, ruhumuzu qidalandıracaq aktivitelərlə məşğul olaq. Bəli, hələlik. Hələlik. 3-cü gün görüşərik.